Bugün sizə çox insanın görmədiyi və ya görmək istəmədiyi bir xəstəlikdən, depressiyadan danışacağım. Depressiyanın hər zaman görünən əlamətləri olmur. Məsələn, yaddaş zəifləməsi, diqqət pozğunluğu, tez əsəbləşmək, həyəcan, təşviş və sair əlamətlərlə özünü büruzə verir. Bəzən depressiyanın elə bir formaları olur ki, bunlarda həyəcan, təşviş yox, özünə qapanma, təklik axtarma və sair əlamətlərlə günlərlə yata bilmir və yaxud da yuxusuzluq onu narahat edir. Bu hallarda mütləq həkim, nevroloqa müraciət etmək lazımdır. Əgər siz depressiyadan əziyyət çəkirsinizsə, mütləq həkim, nevroloqa müraciət edin. Çünki depressiya özü sadəcə bir funksional pozğunluq deyil. Bu bir xəstəlikdir. Bu xəstəliyin mütləq vaxtında müalicəsi lazımdır ki, xəstə dərin, major depressiyaya düşməsin. Buna görə də sizə müraciət edirəm insanlara. Əgər özünüzdə depressiv hal, həyəcan, təşviş, qorxu pozğunluqları varsa, mütləq həkim, nevroloqa müraciət etmək lazımdır.